Salam əziz şagirdlər. Bu dərsimizdə biz 6-cı sinif dərsliyindən Vətənimizin təbiəti mövzusu ilə tanış olacağıq. Bu mövzuda vətənimizin flora və faunası, respublikamızın bitki örtüyü və heyvanlar aləmi, nəsli kəsilməkdə olan bitki və heyvanlar haqqında məlumat əldə edəcəyik. Vətənimizin florası. Flora müəyyən ərazidə tarixən formalaşan bitki növlərinin cəmidir. Azərbaycan ərazisində 4500-ə qədər bitki növü var. Bu da Qafqazda olan bitki növlərinin ümumi miqdarının yarısından çoxunu təşkil edir. Bitki örtüyü. Respublikamızın ərazisində dəmir ağac, Lənkəran akasiyası, Eldar şamı, şabalıdiyarpaq palıd, qaraçöhrə, şimşad və sair bitkilərə rast gəlinir. Vətənimizin faunası. Fauna müəyyən ərazidə tarixən formalaşan heyvan növlərinin cəmidir. Respublikamızın ərazisində 17 minə yaxın heyvan növü mövcuddur. Heyvanlar aləmi. Ölkəmizin ərazisində bəbir, canavar, susamuru, zolaqlı kaftar, qonur ayı, cüyür, çöl donuzu, vaşaq, çaqqal, porsuq, meşə pişiyi və sair heyvanlara rast gəlinir. Nəsli kəsilməkdə olan bitki və heyvanlar. Ölkəmizdə 140-a yaxın bitki və 108 növ heyvanın sayı həddən artıq azaldığından onların adları qırmızı kitaba daxil edilmişdir. Bu növlərdən biri də Xəzər dənizində yaşayan yeganə su məməsi olan Xəzər suitisidir. Flora və faunanın nadir növlərini qorumaq məqsədi ilə dövlət qoruqları, təbiət yasaqlıqları və milli parklar yaradılmışdır. Əziz şagirdlər, diqqətinizə görə təşəkkür edirəm.